Salam əziz şagirdlər, bu gün sizə maraqlı bir deməli situasiya tipli sualın izahını verəcəm. 2022-ci il 1-ci qrup qəbuluna düşüb. E, Əvvəlcə şərti oxuyaq. Deyir ki, müəllim X və Y maddələrinin qarşılıqlı təsirindən azotun alınma reaksiyasını şagirdlərə nümayiş etdirmək istəyir. Laboratoriyada bu maddələr olmadığı üçün, yəni X ilə Y olmadığı üçün nə edir? X-i deməli mis nitrat duzunu parçalamaqla alır, Y-i isə amonium nitratın Z maddəsi ilə deməli qarşılıqlı təsirindən alır. Deməli, burada X-imiz əgər mis nitratın parçalanmasından X oksidi alınırsa, deməli X burada mis oksidi imiş. Z burada kalium hidroksiddir və Y isə deməli nitrat amoniakdır. Çünki kəskin iyili qazımız amonium nitratdan, kəskin iyili qazımız nitrat amoniak alına bilər. Və hər iki tənliyi mən burada yazmışam ki, parçalanan zaman nə alınır və burada əgər deyirsə ki, Y-ın alınması zamanı məhlulda əmələ gələn duz kalium şorasıdır. Deməli, Z maddəsi kalium hidroksid imiş ki, nəticədə kalium şorası alınıb. Gəlin maraqlı sualımız olan 90-a baxaq. Deməli, 88 və 89-cu sualları yazdıqdan sonra 90-cı sualda bizdən deməli tamamilə məsələdir. Bunu həll etməyimizi istəyir və təbii ki, nəhayət X və Y maddələrini müəllim aldıqdan sonra reaksiyaya girir və azotun alınmasını dediyimiz kimi şagirdlərə nümayiş etdirir və reaksiya 3/2 nisbətində gedir. Əgər 3 moldan 2 mol amoniak alınırsa və X-in 60% reaksiyaya girirsə, Y-ın tapılmağını istəyir. Bura əslində Y yazaq ki, daha aydın olsun. Deməli, 3 moldan 2 mol Y əmələ gəlirsə, 60% X-dan neçə faiz Y əmələ gələ bilər? Bunun tənasübünü qururuq və 60-ı vururuq 2-yə bölürük 3-ə, eləyir 40%. Deməli, Y-ın 40% reaksiyaya girir.